Mayın 5-7'sində Azərbaycanın bəzi rayonlarında hava yağıntılı olacaq. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir. Doğru Xəbər Azərbaycan bildirir ki, ayrı-ayrı yerlərdə, xüsusən də Naxçıvan, Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur, Balakən, Şəki, Quba-Qusar, Dağlıq Şirvan, mərkəzi arasında yağıntılar intensivləşəcək, 5-də 6-sında qısa müddətə güclənəcək, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi bildirilir. Eləcə də bölgələrdə gözlənilən güclü küləklə bağlı da sarı xəbərdarlıq verilib. Qeyd olunub ki, Naxçıvan, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba-Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli və Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə qədər güclənəcək. Gözlənilən qeyri-sabit, güclü küləkli və yağıntılı hava şəraiti ilə bağlı Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edərək bir daha təhlükəsizlik qaydalarını nəzərinizə çatdırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üz-üzə gəldikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkət dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havada yanğın təhlükəsizliyi qaydalarına da xüsusilə ciddi riayət edilməlidir. Həmçinin kiçik həcmli gəmi istifadəçiləri belə havada dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar deyə müraciətdə vurğulanıb.